Qara xəbəri sizə verməkdən çox məyus oluram. Vidadi bəy, Vidadi İskəndərli şəhid oldu. İlham Əliyev onu şəhid elədi. Gəlin öz qardaşı Oktay İskəndərlinin səs yazısını izləyək. Əziz həmvətənlər, hesab edirəm ki, bu acı xəbəri bütün Azərbaycan xalqına, Azərbaycan xalqının azadlığı, demokratiya və insan haqları uğruna mübarizə aparan insanlara internet və müstəqil telekanallarla çatdırmağı özümə nəinki bir qardaş kimi, Azərbaycanın sadə bir vətəndaşı, Azərbaycanın azadlığı uğruna mübarizə aparan bir insan kimi sizlərə çatdırıram. Hesab edirəm ki, bu təkcə bizim ailənin faciəsi deyil. Vətənini, xalqını sevən hər bir insan üçün bu acı xəbərdir və faciədir. Mən 2 gündür internet, televiziya vasitələri ilə xalqımı məlumatlandırıram. 29-unda Vidadiyə səhər saatlarında hücum olmuş Vidadi İskəndərliyə və Vidadi İskəndərli dünyasını dəyişdi. Yox, əzizlərim, o ölmədi. O, Azərbaycan xalqının azadlığı uğrunda şəhid oldu. Allah bütün ölənlərə, şəhidlərimizə rəhmət eləsin. Sizlərin də əzizlərinə rəhmət eləsin. Allah hamının əzizlərinə səbr versin.